Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, mənəvi fəaliyyətin hədəfinə uyğun olaraq ustadları xatırlamaq əlbəttə çox əhəmiyyətlidir. Çünki onlar bu necə deyirlər, ideala idealın daşınmasına töhfə verən əsas mənbələrdirlər. Belə deyək, gəlin belə deyək. Ona görə də mən bugün çox sevdiyim bir yazıcı haqqında danışmaq istəyirəm. Onun Zaman Maşını adlı kitabı haqqında. Bu Herbert Westdir dostlar. Söhbəti mümkün qədər uzatmamağa çalışacağam və amma həmişəki kimi spontan danışacağam dostlar, üzrlü biləsiniz. Təsəvvürlərimi verməyə çalışacağam, amma indilik təsəvvürlərimi və mənəvi fəaliyyət bəşəri fəaliyyətdir əslində. Ona görə də o fəaliyyətə dünyanın müxtəlif yerlərindən töhfələr verilib. Xüsusən buna çox böyük töhfəni verib Qərb dünyasının ən yaxşı sənətkarları və mütəfəkkirləri və bilgi xadimləri ən böyük töhfəni veriblər, deyərdim, ən böyük töhfəni veriblər və bunun inkişafına belə şərait yaradıblar müxtəlif yollarla və dolayısıyla mənəvi fəaliyyət, bəşəri fəaliyyət olduğu üçün əslində bütün o sənətkarlar, mütəfəkkirlər bizim əslində hamımızındır. Ona görə də onlardan da bəhs etmək həm də bizim borcumuzdur. Əlbəttə, mən burada dostlar bəlli bir mənəvi fəaliyyəti nəzərdə tuturam və bəlli tip insanları nəzərdə tuturam və bundan hər hansı bir şəkildə ruhani əqrabalıq duyan insanları nəzərdə tuturam. Ona görə də bugün istəyirəm çox uzun olmadan Herbert West haqqında danışım və xüsusən də onun bu Zaman Maşını adlı əsər haqqında danışım. Bunu dostlar mən Azərbaycanca yox, deyəsən bizim hələ Azərbaycanca da yoxdur. Bunu türk variantında oxudum. Üçüncü oxunuşum idi. Bunu türk aydını Cəlal Üstərbəy tərcümə eləyib və məncə kifayət qədər uğurla tərcümə eləyib. Wellsin başqa kitablarını da o tərcümə eləyib, bir çox başqa kitablarını. Herbert Wells həm alimdir, həm yazıcıdır, qəzetçi də çalışıb, tarixçi kimi də çıxış eləyib. Onun tarixi kitabları da çox belə xüsusiliyi ilə seçilir, çox aydın, belə bir üslubla, çox şəffaf, bulanıqlıqdan uzaq, çox bərrak üslubu ilə seçilən tarixi, elmi kitablar da var, belə elmi populyar kitablar da var. Və bütün demək olar dillərdə, tərcümə olduğum dillərdə, Ruscada da onun o aydın bərraqlığı çox aşkar belə görünür, ləzzətli bərraqlıq. Aydın dediyimiz bərraqlıqla verilib əsərlər. O cümlədən bu romanı da deyərdim ki, mükəmməl bir sənət əsəri hesab oluna bilər. Zaman Maşını romanı çox cəhətlərdən. Herbert West bir də üstünlüklərindən, avantaj deyim ya, üstünlüklərindən mi deyim, avantaj mı deyim və yaxud nə deyim, xidmətlərindən biri mi deyim, o belə bir məsələ var da, deyir, Homer özündən sonra
özündən sonra nə çox adama çörək qazandırıb. Belə bir deyim var. Bu deyərdim ki, Herbert West özündən sonra nə çox adama çörək qazandıran müəlliflərdən biridir. Deməli, kino industriyası, kino sənayesi, kino əyləncə dünyası Herbert West sayəsində bəlkə milyonlar qazanıb. Və hələ də desən qazanmaqdadır. Elmi fantastikanın banilərindən biri sayıla bilər Avropada, qərb dünyasında, müasir elmi fantastikanın. Və romanları ədəbiyyatı çox, bəşəriyyətin çox uzaqlarına, bəlkə də hətta sonuna qədər daşıyan xidmətlər malikdir. Yəni, Herbert West əsərləri ilə ədəbiyyatın sonsuza qədər, yəni insanlıqla birlikdə qala biləcəyini isbatlayan, göstərən yazarlardan biridir. Ona görə onun bu xidməti, nə deyərdim ki, çox misilsiz xidməti var. Başqa tərəfdən ədəbiyyatı təmizləyən, bilirsiniz necə, ədəbiyyatı, yəni elmi təfəkkürü də işə salaraq ədəbiyyat yaradan müəlliflərdən biridir. Ona görə də onun aktuallığı çox aktuallığı çox özünə möhkəm yer eləyib. İntellektual dünyada, ədəbiyyat dünyasında daha da deyərdim, fəlsəfə və ədəbiyyat dünyasında. Çünki onun təsvirləri, səhnələri təsvir etmə şəkli, elmi çox yaxşı bilməsi, yəni texnologiyanı duya bilməsi, texnoloji yeniliyi mi deyim, texnoloji mexanikanı mı deyim, texnoloji xassəni mi deyim, belə deyək, duya bilməsi yüksək səviyyədədir. Elmi fantaziyalar yüksək səviyyədədir və onu o şəkildə sırf birinci o eləyib yeni dövrdə. Yəni, o birinci odur. Sonra ondan sonra, məsələn, Hollywood o türkları başladı kinoya salmağa. Yəni, dediyim kimi, özündən sonra çox ciddi bir məktəb yaradıb, amma mən adətən dediyim kimi də o ilkin mənbənin özünə, yəni həqiqiliyin özünə əhəmiyyət verirəm. Çünki bu başqa tərəfdən adil olmaq deməkdir. Yəni mütəfəkkir adil olmalıdır və mən onlardan çox, yəni onun yaradıcılığından bəhrələnənlərdən çox Herbert West'in özündən danışmalıyam və onun əhəmiyyətini göstərməliyəm. Çünki indi məsəl üçün deyə bilərik, Herbert West'dən sonra onun filmləri sayəsində qazanılan maddiyyatdan onun özünə çatıbmı? Çatmayıb, düzdür? Amma neçə insan onun sayəsində nə qədər çox maddi güc toplayıb, elədir ya yox? Demək ki, ədalət naminə Herbert West'in olmalıdır və mən indi başqalarına söz deyəməm, amma mən həmişə o şeyin özündən, həqiqisindən, onun əsasından, layiqlisindən danışmağı seçirəm. Və həmişə də bu belə olacaq, çünki zəhmət çəkilənə, zəhmətin bəhrəsini ən çox zəhmət çəkilən görməlidir. Amma zəhmət çəkilən görmür, aydın məsələdir. Ondan sonrakılar əsas etibarilə görürlər. Çox vaxt zəhmət çəkənin özü səfalat içində ölür, belə də olur. Amma heç olmasa, ədalət naminə o mənbənin, o həqiqi mənbənin, o əsl mənbənin, bütün mənfi münasibətlərə nəğmən ayaqda duran o əsl mənbənin olmalıdır. Ad onun olmalıdır. Ona görə də mən adətən ilkin mənbədən danışıram. Ona görə mən, məsələn, xristiyanlıqdan danışmıram, İsa Məsihdən danışıram. Ona görə mən buddizmdən danışmıram, Buddanın özündən danışıram əsas etibarilə. Və ya Buddanın özü ilə bağlı mətnlərdən. Yəni, o şeyin həqiqisindən danışmağın tərəfdarıyam. Üstəlik, bu nəyə görə belədir? Çünki əgər belə simvolik olaraq deyərəksə, bir şeyi sözün əsl mənasında mənəvi cəhətdən kamilləşdirən şey o şeyin həqiqisi ola bilər, onun saxtası ola bilməz. Hər nə qədər bu söz acığa gəlsə də, hər nə qədər bu söz pis münasibət yaratsa da, hər nə qədər bu söz belə deyək də, yəni bu sərf etməyən, yəni bu şey ki, o adamlara sərf eləmir, onların acıqlarına gəlsə də bu belədir, belə də olmalıdır. Yəni əslində bir xidmətin qiymətini, o xidməti həqiqətən göstərən adam görməlidir. Amma dünya belə qurulub ki, dediyimiz kimi, Schopenhauer'a təzədsək, bu dünyada həqiqətən dəyərli olan şeylərə hörmət göstərilmir. Hörmət görən şeylərin isə əslində heç bir dəyəri yoxdur. Schopenhauer belə sərt deyərdi. Bir halda ki, dünya belə qurulub,
mən deyərdim ki, mənim kimi adamların işi də o şeyin həqiqisini, əsas mənbəsini aktual etmək, ədalətlə onların heç olmasa xəyali olaraq, heç olmasa sözlə, heç olmasa qəlblə, ruhla onların qiymətini verməkdir. Ona görə də mən elmi fantastik filmlərdən çox Herbert Wells haqqında danışmaq istəyirəm, çünki o bunun banisidir. Və ad onun olmalıdır, əsas ad. Zaten başqa şeylərdən, maddiyyatdan filandan o birlər yararlanırlar da yetərincə bu kimi insanların sayəsində. Fəqət bir məqamı da vurğulayacağam. Əlbəttə, bu kimi kitablara filmlərin çəkilməsi çox yaxşıdır. Filmlərin çəkilməsi çox yaxşıdır. Çünki bu birincisi ümumi cəhətdən insanlara təsir göstərir. Geniş mənada, geniş kütlələrə təsir göstərir. Geniş kütlələrə müəyyən dərəcədə təsirlərini göstərir. Ruhi təsirlərini, maddi təsirlərini. Çünki bu kimi filmlərə, bu kimi kitablara filmlər çəkmək çoxlu sayda insana belə deyək, çörək vermək deməkdir də həm də. Ona görə bu kimi kitablara filmlər çəkilməlinin böyük əhəmiyyəti var. Amma mən bu kitaba çəkilən filmlərə baxmışam. O filmlər kitabın daxilindəki dəyərlərlə uzlaşmır o qədər də. Alayaramçıq şəkildə uğraşırlar. Yəni o kitablar, o filmlər rejissorların baxışıdır. Əsl etibarilə kökü bu romandır, amma sonradan üzərində fikirləşmək rejissorlarındır. Ona görə də əsla sən filmə baxaraq, məsələn, bu kitab haqqında ümumi təsəvvür formalaşdırmağa belə deyək, formalaşdırmaq doğru olmaz. Yəni əgər əsas mənbədən söhbət gedirsə, əsas mənbə kitab olmalıdır. Ona görə məsələn, əlbəttə, bunu zorakılıqla biz başqalarından istəyə bilməliyik. Dediyim kimi, yəni mən burada həmişə deyirəm dostlar, yəni bu ədəbiyyat və fəlsəfə ilə, mənim təsəvvürümdəki ədəbiyyat və fəlsəfə ilə bağlı məsələdir. Ona görə də bunu sən başqalarından məcburiyyətlə istəyə bilməzsən. Yəni ki, bunu doğru olmaz da. Yəni bu struktura uyğun gəlməz. Amma birbaşa ədəbiyyat və fəlsəfə dünyasının içərisində isə əlbəttə bu barədə geniş, rahat danışmaq olar, söhbət eləmək olar. Deməli, Herbert Wells barədə dostlar, aydın məsələdir. Məlumatlar tapmaq olar, insanlar özləri araşdıra bilərlər. Amma mən əsasən kitabın özünə biraz fokuslanmaq istəyirəm, bəzi məzmunlar haqqında danışmaq istəyirəm. Kitab, dediyim kimi dostlar, gözəl bir ədəbi əsər hesab oluna bilər və əslində, məsələn, biz deyirik, məsələn, mən zaman belə şeylər görürəm, məsələn, deyir ki, mövzu axtarmalısın, nə mövzuda yazım. O nə mövzuda yazım sözü çox belə mənə qəribə gələn bir şeydir. Yəni, ədəbiyyat üçün mövzu axtarmaq bu çox qəribə bir şeydir. Qəribə bir şeydir. Yəni, çünki o qavram ədəbiyyat ola bilərdi. Yəni, mən belə bir mövzuda ədəbiyyat yazmışam. Məsələn, bu kitab nə haqqdadır ki? Bu kitabın mövzusu nədir? Bu kitabın mövzusu budur. Tamam ki, bir alim olur. Alim, mühəndis alim zaman maşını ixtira eləyir. Yəni, zamanda səyahət eləyir də. Keçmişə və ya gələcəyə gedə bilir. Və salam gələcəyə gedir. Gələcəkdə bir dənə sivilizasiyaya düşür. Və orada başına gələn bir neçə günlük hadisədir. Məsələn, mövzu budur. Mövzu budur. Yəni, məsələn, bu mövzu dəhşətli bir mövzudur. Xüsusi bir mövzudur. Yəni, heç bir xüsusi mövzu yoxdur. Bu mövzu həyatın özündəki olan o məqamdır da. Həyatın özü içərisindəki məqam kimi bir məqamdır. Sadəcə onu elə bir şeyə çevirib ki, ləzzətli. Çox ən sevdiyim romanlardan biridir. Bu elə bil ki, həmən mühəndis minir zaman maşınına, söhbət edir, gedir, gəlir, söhbət edir, orada bir ziyalılar belə mühiti olur, orada nə bilim, psixoloq olur deyəsən, bir dənə din adamı olur deyəsən, bir dənə naşirmi olur, belə də, yəni belə ziyalılar mühiti olur, onlara söhbət edir, başına gələnləri, gələcəyi ilə bağlı. Amma roman, əlbəttə dostlar, fantaziyadır da, fantastik romandır, amma çox əcaib bir məqam var, bu da incə nüanslar var. Fəqət, dediyim kimi, yəni, Herbert Wells'in xidmətlərindən biri nədir? Çoxlu xidmətləri var, amma xidmətlərindən biri nədir? O elə bil ki, bu təqribən belədir, sən romanı oxuyanda, o elə bil ki, çox qatlı bir romandır. Yəni, romanı oxuyanda sən elə bil ki, o təsvirlər, cümlələr, yaşantıları veribdir orada. Sən elə bil ki, bilirsiniz necədir? İnsan gələcəyə gedərsə,
gələcəkdə necə yaşayaraq, o var, o duyğu, onu sənə çatdıra bilib. Yəni o həyatiliyi verə bilib. Yəni romanın fantastik olması insanın iradəsinin fantastik forma alması demək deyil. Mən təbii izah edə bilirəm. Yəni iradə aləminin, o iradə dünyasının yaşantılarını gerçəklik, yəni bizim bu reallıq çərçivəsində verib. Roman fantastik olsa da reallıq çərçivəsində. Yəni sən orada yaşayan adamın, o gələcəyə gedən adamın insan olduğunu bilirsən. İnsan olaraq gedir ora. Roman bir neçə tərəflərdən oxuna bilər və çoxlu tərəflərdən şərh oluna bilər. Çoxlu tərəflərdən şərh oluna bilər, çoxlu tərəflərdən əsərin sənə təsirləri ola bilər, amma romanın əsas o nöqtələri nədir? Təməl o damarları da belə deyək, nədir? Məsələn, birincisi əsas qəhrəman alimdir. Bu əsas məsələdir. Çünki alim tipi bizim o intellektual dünyada sənin dünyaya dair baxışın, dünyanın işlənməsinə dair baxışın elmlə formalaşır. Yəni biri var, mən dünyanın elmi cəhətdən öyrənirəm, məndə belədir. Bədi cəhətdən öyrənirəm, fəlsəfi cəhətdən öyrənirəm. Yəni birincisi buranın fəlsəfi mahiyyəti nədir? Yəni buradakı yaşantıların içərisindəki fəlsəfi mahiyyət nədir? Ondan fəlsəfi qənaət çıxardıram. Bədi baxımdan öyrənmək odur ki, dünyadakı mənzərələri, səhnələri yazıçı necə verir və hansı səhnələri verir? Dünyada necə səhnələr olub? Dünyada həyatda necə səhnələr ola bilər? Bunu öyrənirəm. Bir də elmi baxımdan təbiət necə işləyir öyrənirəm, düzdür? Yəni o bir prosesin içərisində. Məsələn, deyək ki, elmi baxımdan öyrənirəm ki, mənim bədənimdəki o mayenin adı nədir? Deyək ki, elm mənim sinir sistemimi öyrənir, deyək ki, düzdür? Bunlar elmlə öyrənirəm. Mənim içərimdəki orqanlar nələrdirlər? Nələr var mənim içərimdə? Orqanlar nədirlər? Bunu elmli baxımdan öyrənirəm. Biri var, bir öyrənirəm ki, bədi baxımdan onu öyrənirəm ki, deyək ki, məsələn, mənim görüntüm necədir? Yəni, mənim, məsələn, görüntüm necədir? Nələr var mənim görüntülərimdə? Bütün bunlar nə ortaya çıxardıblar? Necə bir görüntü, mənzərə ortaya çıxardıblar? Bu, bədidir. Dünyaya bədi baxışdır. Fəlsəfi baxışda odur ki, mənim əməllərim nədir? İstəklərim nədir? Hansı əməlim yaxşıdır, hansı əməlim pisdir? Bilirsiniz, yəni burada necə məna, necə tapıram, burada necə davranmalıyam, özüm haqqında düşünürəm, əməllərim özüm haqqında düşünürəm, düzdür? Bu bədi, bu da fəlsəfidir, məsələyə fəlsəfi baxışdır. Yəni, 3 şəkildə öyrənirəm də və 3 şəkildə mənə lazımdır. Yəni, dünyanı mən bir dənə elmi baxımdan öyrənə bilmərəm, mümkünsüz bir şeydir. Dünya təkcə bir elmi baxımdan izah oluna bilməz. Həm fəlsəfi baxımdan o izah oluna bilər. Əldə olan imkanlar, datalar səviyyəsində həm bədi baxımdan, həm də elmi baxımdan. Fəqət dünyanın içərisinin, yəni fiziki dünyanın nəliyinin izahını elm verir də bizə. Məsələn, mənim daxilimdə hansı orqanların olduğunu elmdən daha yaxşı heç nə öyrənə bilməz. Elm, təcrübə ilə, metodika ilə, təcrübə ilə öyrənir, düzdür? Yəni, onu başqa, məsələn, mən fəlsəfə deyə bilməz ki, mənim daxilimdə nə hansı orqanlar var. Ədəbiyyat da deyə bilməz. Amma ədəbiyyat onu təsvir edə bilər, fəlsəfə də bütün bunların ortaya çıxartdığı davranışlara dair mənəvi ölçülərini göstərə bilər. Amma onun nə olduğu, daxilində nə olduğunu elm verir bizə. Ona görə alim tipi bütün bunlardan sonra gələn tipdir. Yəni, məsələn, dünya sənətkar tipini görüb, ruhani tipini görüb, filosof tipini görüb, sonra alim tipini görüb. Sözün ciddi mənasında. Düzdür ki, bunlar həmişə olublar. Antik Yunanda deyə bilərik ki, alim tipləri də olub. Aristotel olub, məsələn üçün, filosof tipi, filosof-alim tipi. Deyək ki, Sofokl olub, yazıcı tipi. Rəssamlar da olublar. Sonra, məsələn üçün, deyək ki, alim tipləri də olub. Pifagor, məsələn, Hipokrat, məsələn, bunlar təbiətşünas, alim tipləri olublar. Düzdür? Amma bəşəriyyətin gəlişində və elmin özünü təsdiqləməsindən sonra, elmi baxışdan sonra artıq alim tipi gəlib. Yəni, dünyaya dair bizim fiziki təsəvvür modelinin bizə elmdən daha yaxşı verən heç nə yoxdur, düzdür? Və buradakı, romandakı Herbert Wells-in xidmətlərindən biri nədir? Alim tipini Jules Verne-ilə birlikdə yeni dövrdə alim tipini, yəni xalis alim tipini ədəbiyyatın içərisində qəhrəmana çevirə bilir. Bu, onun ən böyük xidmətlərindən biridir və
bununla göstərib ki, ədəbiyyatla elm bir-birinə düşmən deyil. Əksinə bir-birindən güc alan, bir-birini sevən və birlikdə harmoniya yarada biləcək iki intellektual mənəvi qüvvədir. Bunu göstərə bilir. Onun xidmətlərindən biri budur. Tək bu Herbert Wells deyil, amma banilərindən biri budur yeni dövrdə. Təkcə fəqət Herbert Wellsin xidmətləri bununla yekunlaşmır. Çoxlu xidmətləri var belə. Xüsusən humanist alim tipini ortaya qoyanlardan biridir. Realist humanist alim tipini, alim, ziyalı, aydın tipini öz varlığı ilə ortaya qoyanlardan biridir. Sonra bundan da əlavə həm də realist sənətkardır. Yəni Dickensin davamçısı kimidir. Və ədəbiyyatı, yəni Herbert Wellsin yaratdığı ədəbiyyat özündə bilirsiniz, bəşəriyyətin o yaşadığı, bəşəriyyətin həyat dəyərləri yoxdur, bəşəriyyətin yaşam dəyərləri. Bax, onların bütövlüyünü ehtiva edən bir ədəbiyyat yaradıb. Ona görə o bəşəriyyətin elə bil ki, yaddaşına iz qoyub. İndi bu, məsələn, məni kimsə dinləyə bilər, deyə bilər ki, belədirmi ki, Rüstəm? Bu intellektual dünyada başa düşülən şeydir, dostlar. Yəni, sırf ədəbiyyat dünyasında başa düşüləndir. Bizim məişət dünyamızda bu çox belə birbaşa başa düşülə bilməz. Dolayı yolla bizə təsirləri ola bilər, amma birbaşa başa düşülə bilməz. Amma bunun, bu xidmətlərin nə olduğu əsas etibarilə ədəbiyyat dünyasında çox dərindən dərk oluna bilər. Ona görə onun yaradıcılığı insanlığın artıq yaddaşına, mənəvi xəzinəsinə daxil edilmiş yaradıcılıqdır Herbert Wellsin. Məsələn, onun romanı var, Ayda ilk insanlarla oxuyanlar var mı? Onun filmləri də, amma dediyim kimi də filmlər kitablardakı dəyərlərin bütövlüyünü ehtiva eləmir. Yəni, o rejissorun variantıdır. Kitabın özü başqa şeydir. O deyir şeylər var ki, o filmdə onlar yoxdular. Film, hətta o rejissor tərəfindən dəyişilmiş şəkillərdə verilir. Amma kitabın özü başqa cürdür. Məsələn, bu kitabın elə özü də başqa cürdür. Filmlər hansı cəhətlərdən fərqli cürdürlər. Məsələn, onun Ayda ilk insanlar adlı romanı var. Məsələn, o romanda bilirsiniz, o romanda bu cür verib ki, yəni insan aya gedərsə necə olar? Vəziyyət necə olar? Təxəyyüllə verib, amma sənə yəni ki, insanlığın gedə biləcəkləri çoxlu yerləri artıq kitabın içərisində ehtiva eləyib onu. Kitabın içində ehtiva eləyib. Yəni bəşəriyyət hara gedərsə necə olar? Bəşəriyyət hara getsə başına nə gələr? Yəni o başına nə gələr ehtimallarını verib də. Sonradan bunun çox düzdür. Kino dünyasında çox işləyiblər bunu. Amma bunun ilk dəfə edənlərdən biri yeni dövrdə əslində Herbert Wellsdir. Yəni, o var əslində bunun sonraki mərhələləridir də belə deyək. Və Jules Verne'də də belə bir mövzu olmalıdır. Və bütün bunlardan da ötə kitabın özünün bilgi ilə bağlılığı var. Yəni, kitab başqa cür bir mənbədir. Yəni, kitab mən həmişə deyirəm, müqəddəs bir şeydir. Yəni ki, Tanrı bizlə kitablar vasitəsilə danışır da, belə məcazi şəkildə desək, Quran vasitəsilə, İncil vasitəsilə düzdür. Biz belə deyilək, müqəddəs kitab deyirik. Çünki o deməkdir ki, kitab müqəddəsdir. Əslən, yəni, Tanrı ən uca varlıqdır və ən uca varlıq bizlə kitablar vasitəsilə danışır da, belə deyək. Ona görə kitab müqəddəs bir şeydir, yəni kitabın yeri nesinə verə bilməz. Üstəlik, bundan əlavə, sırf intellektual dünyadan söhbət gedərsə, kitabı oxumaq tamam başqa bir həzz qaynağıdır və s. Üstəlik, həmişə mən belə deyirəm, sən dövlətinin baş bilənlərinin necə olmasını istəyirsən adətən? Necə olmasını istəyir? İnsanlar dövlətinin baş bilənlərinin necə olmasını istəyir? Savadlı olmasını istəyir, bilgili olmasını istəyir, oxumuş olmasını istəyir, yoxsa əksinə necə olmasını istəyir? Məsələn, mən adətən belə baxıram, sosial şəbəkələrdə söhbətlərə baxıram. Sosial şəbəkələrdə söhbətlərə baxıram. Danışırlar, nə bilim, bu nazir nə qədər də savadsızdır, nə bilim, bu filankəs nə qədər də belədir. İnsanlar belə deyirlər. Demək ki, insanlar belə görünür ki, oxumuş insanları istəyirlər də, baş bilənləri olsunlar. Demək ki, oxumaq nədən keçir? Kitabdan keçir, mətndən keçir, düzdür? Məsələ budur. Ancaq oxumağın belə bir üstünlüyü var. Oxumağın yerinə heç nə verə bilməz də, bu belədir. Oxumaq əhəmiyyətli bir şeydir. Bu cəhətlərdən kitabın çoxlu üstün tərəfləri var.
Və mövzu nədir? Mövzuda gələk indi mövzuya bir neçə məqamı da deyim. Dostlar, mövzuda nədir məsələ? Mövzu belə bir şeydir. Məsələn üçün, kitabın öz çərçivəsində deyirəm dostlar. Bunun fəqət bu kimi şeyləri sən məsələn üçün Herbert West burada gələcəyi göstərir. Gələcəkdə belə olacaq, baxmaq olmaz heç nəyə. Yəni sən uydurma ilə, yəni fictionla reallığı fərqləndirməlisən. Ən azından heç içində yaşadığın reallığı fərqləndirə bilməlisən. Çünki xüsusən dünyaya baxışda çox əhəmiyyətli məqamdır. Yəni bizim yaşadığımız reallıq fərdi öz reallığımız başqa bir şeydir. Üstəlik biz öz reallığımızı yeri gəlsə özümüz yarada bilərik. Öz reallığımızı özümüz yarada bilərik, öz fərdi baxışımızla. Amma ehtimallardan birini kimi baxa bilərik kitaba. Yəni gələcəyin ehtimallarından biri kimi baxa bilərik. Amma gələcəkdə belə olacaq, gələcəkdə elə olacaq, bunu bilmək olmaz. Çünki biz necə ki, məsələn mən deyirəm ki, sabah gedəcəyəm, tutalım ki, bir insanla görüşməyə. Mən məsələn deyirəm. Sabah olur, görürəm, yox. Onunla görüşməyə getdim. Onunla görüşmək, dostlar, bir dənə üzr istəyirəm. Nəsə, gəl. Üzr istəyirəm, dostlar. Deyək ki, mən getdim onunla görüşməyə, görürəm ki, alınmır, görüş alınmır. Yəni, məsələn, mən planlayıram ki, sabah belə olacaq. Düzdür, görüş alınmır, başqa şey olur. Və yaxud da mən deyirəm ki, İndi 2 gündən sonra bir dənə yaşantı yaşayacağam. Çox gözəl yaşantı olacaq. Görürəm ki, yox, çox gözəl olmadı. Fərqli oldu. Yəni mən öz başıma gələn şeyləri bilmirəm də. Bizim başımıza gələn şey gah belə alınır, gah belə alınır. Gah nəsə gözləyirsən fərqli cür olur, düzdür? Bəşəriyyətin həyatı da belədir. Yəni məsələn biri çıxır deyir ki, 5 ildən sonra 10 il sonra belə olacaq, belə olacaq. Belə olmur. Çünki o öz başına gələn şeyi bilmir axı. Yəni o bəşəriyyət də insanlardan ibarətdir. Yəni bəşəriyyətin gələcəyi haqqında danışmaq sözdür deyilir də. O ola da bilər, olmaya da bilər. Bəlkə də tamam başqa bir şey olar. Bildiniz nə demək istəyirəm? Ona görə bu kitaba da belə baxmaq lazımdır. Məsələn, Herbert West burada gələcəyi göstərir, gələcək belədir. Yox. Belə baxmaq olmaz. Kitabın özünün içindəki dünya olaraq baxmaq lazımdır. Biz bəşəriyyətin gələcəyi nə olduğu bilinə bilməz. Yəni onu bilmək olmaz da. Ora bir yön vermək olar. Ora kiminsə nəyəsə təsiri ola bilər. Alayansız şəkildə mənim özümə də kimsə təsiri ola bilər, mənim özümə də bir mənbənin, yaşantının təsiri ola bilər. Amma bütövlük götürəndə onu sən bilmirsən. Çünki, məsələn, mən bilmirdim ki, tam ki, mən 5-10 il əvvəl heç bilmirdim mən bu günləri Herbert West haqqında danışacağım. Bildiniz necə? Bilmirdim. Amma bugün mən Herbert West haqqında danışıram. Ona görə 10 il sonranın da nə olduğunu bilmək olmaz da, bunu demək istəyirəm. Əlbəttə, nəsə eləyirsən, davranış belə eləyirsən, amma onu bilmək olmaz. Bu mənada demək istəyirəm də. Onu deyir, amma kitabın içərisinə öz reallığı olaraq çox özü bütöv bir dünya modelini verdiyi üçün bu baxımdan çox ləzzətlidir. Çox ləzzətlidir. Fəqət bütün bunlar dediyim kimi realizm, bəlli Herbert Varı realizm içərisində verilib. Yəni sən orada yaşantılarla doğrudan da belə ola bilər deyə inanırsan. Çünki o bilirsiniz, o dünya həyatı duymaq incəliklə verib. Yəni, məsələn üçün, mən bunu içirəm, tutalım, bax, içirəm, bu məndə ki, yandırır boğazımı. Yəni, bu həyatı duymağın reallığıdır. Yəni, məsələn, mən doğrudan bunu götürürəm, görürəm ki, buraları kəsilib, doğranılıb. Bildiniz necə? Məsələn, və yaxud, bura vururam əlimə, əlimdə qara xət qalır. Yəni, bu reallıq duyumudur. Məsələn, mən belə ki, bir şey ver, əzab çəkirəm. Bir şey xətrimə dəydi, incidim. Və yaxud mən kimisə xətrimə dəydim, mənə incitdi. Bu reallıq duyğusudur. Yanlışa yol verdim, xətaya yol verdim. Yəni, bizim, elə bir ki, sənin reallığın yoxdur, bizim dünya duyumun reallığı yoxdur. O fantastikanın dünya duyumun reallığı içərisində verib. Ona görə sən, məsələn, kitabı oxuyanda doğrudan da belə bir şey ola bilər, düşünürsən. Bildiniz necə? Çünki o, elə bir ki, o səndən sənətkarlıq istəyən şeydir də, onu hər yazıcı bacarmır. Məsələn, elə fantastikalar var ki, sən baxsan ona, yox, belə şey ola bilməz də. Bilirsiniz, məsələn, belə şey olur. Sən biri fantastika yazıb, oxusan o sənə bilirsiniz necə çarpıq görünür, ayrı-ayrı görünür. Sən ki, belə şey ola bilməz. Baxın, sənə əyləncə üçün baxsan. Amma Herbert West'in fantastikası belə deyil. Yəni, o sənə reallığın duyğusunu yaşadaraq sənə verir. Doğrudan da belə. Çünki iradə dünyası məsələsi var da.
Yəni məsələn o gedir gələcəyə, biz belə düşünürük, tamam ki, bax diqqət eləyin. Gör sənətkar necə kitabın içərisinə verirsən. Sən ki 500 il sonra həyat əla olacaq. Orada göstərir ki, əlbəttə 500 il sonra da həyatın mahiyyəti eyni şeydir. Başa düşürsüz necə? Çünki o səni aldatmır da. Yəni o biz nə demək? O ləyaqət deməkdir. Yazıçının ləyaqəti deməkdir. Yəni səni reallıqla üz-üzə qoymaq, reallıqda möhkəmlətmək, reallığın öhdəsindən gəlmək, gücünü artırmaq məsələsidir o. Yəni o elə belə səni həvəsdən salma məsələsi deyil. Yəni həyatın o bilirsən yazıçı vicdanı məsələsi var da, yazıçı vicdanı deyilən şey var. Oxucusunu aldatmır. Yəni yazıçı vicdanı məsələsidir. O, yəni hətta insanlıq borcudur hətta. Yəni məsələn sən deyirsən ki 500 il sonra tutalım ki həyat çox əla olacaq. Yox. Yəni həyatın istirabı yenə də orada da ola bilər. Biz onu göstərir. Yəni elə bir bu gedir çox uzaq gələcəyə gedir. İndi gəlin biz mövzunu danışım. Yəni irada dünyasını o belə elə bil ki Nietzsche'nin belə bir sözü var. Dostlar dediyim kimi, yəni Nietzsche özü bu kimi insanlara təsir göstərir. Fəlsəfi baxımdan onlara dalğalar verir. Nietzsche'nin bu baxımdan xidməti çox böyükdür. Məsələn Nietzsche'nin belə bir sözü var. Deyir ki, mən bir dəfə demişdim ona. O deyir ki, gələcəyin bizim içimizdəki zalımlıq, onun belə bir sözü var, çox doğru deyir. Deyir, o keçmişin qalığıdır. Çünki biz bəşəriyyət o təkmilləşmə yaşaya-yaşaya gəlib hər hansı bir şəkildə. İndi yıxıla dura, yollardan sapa-sapa təkmilləşə gəlib. Düzdür, bəşəriyyətin gəlişi var da. Deyək ki, sən deyək ki, çox yırtıcı dövrlər olub. Məsələn, insanın içindəki yırtıcı dövrlər olub, deyək ki. İnsanın içində zorakılığın çox yüksək olduğu dövrlər olub. Bilirsiniz necə? O onlara aşağı gəlib. Aşağı gəlib. Sən elə bil ki, insan olmağa başlamısan. Belə deyək də. İndi hər hansı bir şəkildə bunu bacarmısan da, düzdür? Məsələn, xristianlıq sevgisi dünyaya bir çevriliş gətirə bilib, az çox. Düzdür, sonradan bayağı məqsədlər üçün istifadə olunub, amma yenə də heç olmasa ruhanilik az və çox dərəcədə dünyada qorunub da. Ona görə Nietzsche çox doğru deyir. Deyir ki, bizim içimizdəki zalımlıq keçmişin qalığıdır. Yəni, istər qadın, istər kişi olsun, hər hansı bir şəkildə zalımlıq göstərən adam içindəki vəhşiliyi göstərir. Yəni, keçmişdəki onda qalan vəhşiliyi göstərir. Ona görə, məsələn üçün, biz içimizdə o zalımlıq var, amma ondan sonra gələn mərhələlər də var. Ona görə sən daha çox ondan sonra gələn mərhələlərdən çıxış eləməlisən də, belə deyək, insaniyyət üçün. Ona görə gələcəyin insanları gücsüz yox, amma daha bilirsiniz, zalımlıdan uzaq insanlar olacaqlar. Nietzsche belə bir fikir bildirir. Yəni və ya bunu tələb eləyir və ya bunu labüd eləyir. Belə bir halı labüd eləyir. Ona görə məsələn mən özüm də tutam ki, həyatda belə zalım, belə vəhşi münasibət görəndə, məsələn bu mənim çox xoşuma gəlməyən bir şeydir. Çünki sən normal sözünü deyə bilərsən də, normal şəkildə sözünü deyə bilərsən insana. Normal fikri bildirə bilərsən. İnsani cəhətdən məsələlər həll oluna bilər. İnsani cəhətdən, yəni insani mövqe ilə məsələlər həll oluna bilər də. Bunun vəhşiliyi, çünki vəhşilik keçmiş qalığıdır. Qəzəb hətta belə keçmiş qalığıdır. Qəzəbin özü belə keçmiş qalığıdır. Hər nə qədər məsələn, mən də zaman qəzəblənsəm, keçmişin qalığıdır. Məsələn, primitiv duyğular içində eşələnmə keçmişin qalığıdır. Əslində, keçmişin qalığıdır. Onlar gələcəyin duyğuları deyirlər, belə deyə bilərik. Və bu nöqtə nəzərdən o bir də gözləyərdi ki, elə bil ki, ədəbiyyatın içərisində gözəl insan modeli var da. İndi Nietzsche əsasən qərb fəlsəfəsindən çıxış edirdi, Hötedən çıxış edirdi. Hötenin ədəbiyyatında gözəl insan modeli var da. O gözəl insan, yəni zəif insan yox, gözəl insan. Gözəl insan. Gözəllik baxımından yox, zahiri cəhətdən yox da. Mənəvi cəhətdən gözəl insan modeli var idi. Bax, Herbert Wells mənə belə gəlir ki, bunun da bu Herbert Wells'in baxışında dalğa açıb. Dalğa aça bilib. Nietzsche'nin bu yanaşması, fəlsəfi yanaşması, etik yanaşması. Ona görə Herbert Wells'in buradakı o alimi hansı dərəcədə gözəl insan. Fəqət bu gözəl insan bilirsiniz,
şey başa düşülməməlidir. Yəni bu zəiflikmi və ya riyakarlıqmı, saxtakarlıqmı belə başa düşülməməlidir. Yəni indi o kitab haqqında çox danışmaq olar. Yəni onu məncə gərək o personajı sizin analiz eləyən çox geniş şəkildə biraz çox uzaq olar. Zaten söhbətimiz uzanır da getdikcə. Deməli bu adam həmin o alim tipi gözəl insan tipidir. İnsan olaraq, insaniyyət baxımından danışıram. Burada fiziki məsələdən danışmıram. İnsaniyyət baxımından, mənəvi baxımdan danışıram. Həm alimdir, həm ixtiraçıdır, həm də ədəbiyyatçıdır. Belə deyə bilərik. Bu gedir gələcəyə və gəlir, dostlarına baxda söhbət edir. Dostlar da çoxu buna inanmırlar, belə də şübhəli qalırlar, amma bu gələcəyə getdiyini deyir və orada nələr gördüyünü deyir. Çox uzaq gələcəyə gedir. Çox uzaq gələcəkdə necə olur vəziyyət? Məsələn, bu deməli gəlir bir dənə yerə düşür. Təbiət məsələn dəyişikliyə uğrayıb müəyyən qədər, amma təbiət yenə təbiətdir. Yenə orada mücadilə var. Məsələ bunu göstərir. Yəni insan varlığının olduğu yerdə mücadilənin olduğunu göstərir. Və ilkin baxışları onun fərqli cür olur. Deyir ki, məsələn, burada bəlli bir inkişaf olub, və bu inkişaf yəqin ki, yaxşı cəmiyyətlər qurub. Bu belə düşünür, belə fikirlər yürüdür. Sonra reallığa tanıdıqca oranı görür ki, yox, tamam oranın da başqa cür mənfilikləri yaranmağa başlayıb. Deməli, bu elə bir yerə düşür ki, dostlar, sonda belə məlum oldu ki, mən kitab haqqında, kimsə də spoiler deyirlər də, spoiler vermək. Spoiler məsələsi deyil, mövzunu danışıram. Amma zaten bu spoiler olsa da, olmasa da, yaxşı oxucu kitabı oxumalıdır. Yəni, onun çünki özünün kəşfləri ola bilər, onun özünün baxışı ola bilər. Üstəlik, mən dediyim kimi, bu məsələ mənəvi fəaliyyətlə bağlı məsələdir. Yəni, bunu vurğulamaq çox faydalıdır və həm də üstadları xatırlamaq baxımından da əhəmiyyətlidir. Herbert West çox xatırlanası və aktual olası müəllifdir. Həmin o gözəl insan gedir gələcəyə də, belə deyək, yaxşı insan da, alicənab insan, xeyirxah insan gedir gələcəyə, həm də alim adam, uzaq gələcəyə gedir və orada başlayır mühakimələr yürütməyə ki, mən hara gəlib düşmüşəm. Yəni ki, burada bir inkişaf olub, görür, yox. Deməli, necə olur? O necə bir yerə düşür, dostlar? Deməli, orada onun bir sözü var, çox ləzzətli sözü. Deyir, elə bir bəşəriyyətin gəldiyi yol elə olur ki, iki hissəyə ayrılır. Marloklar, bir də Eloylar. Marloklar yerin altında yaşayırlar, Eloylar yuxarıda yaşayırlar. Marloklar aşağı təbəqədir, Eloylar yuxarı təbəqədir. Orada da belə bir ikiləşmə olur da, təbəqələşmə olur. Deməli, Marlok, deməli, üzr istəyirəm dostlar, üzr istəyirəm. Bu Eloylar, deməli, Marloklar yerin altında yaşayırlar, Eloylar yuxarıda yaşayırlar. Bu əvvəl bunu bilmir. Əvvəl burada fikir verir ki, inkişaf olub nəsə belə. Yox, necə olur? Deməli, Eloylar yuxarı təbəqə olur, aristokratlar olurlar. Marloklar işçi təbəqə olur, fəhlə təbəqəsi aşağı olurlar. Aşağı təbəqə belə aydın olur ki, yuxarıları bəsləyirlər. Yəni, onları paltarla, yeməklə təciz edirlər, amma özləri üçün. Yəni, onlar ev heyvanına çevirirlər. Aydın o ki, sənə bu Eloyları yiyirlər bunlar, Marloklar. Yuxarıları bəsləyirlər, həm də onları yiyirlər. Onlarla qidalanırlar. Yəni, tamam gözlədiyindən tamam ayrı bir mühitə düşür bu alim tipi və nəyə düşür? Nə tutur? Yeni bir vəhşilik, yeni bir köləlik tipi ilə üz-üzə gəlir. Qaranlıq bir dünya ilə. Başqa bir qaranlıqla. Əvvəl işıqlı görünən, sonra qaranlıq bir dünya ilə elə bir ki, üz-üzə qalmış olur da. Və sonda o mühiti belə adlandırır. Deyir ki, ora insani gücün və zəkanın itdiyi bir mühitdir. Çox acayib, gözəl nöqtələr var burada, dostlar. Yəni, necə? Orada elə bil ki, Eloylar yuxarı təbəqə zəkasını getdikcə itirir. Yəni, o qədər zərif, tox həyat sürür ki, həyat mücadiləsi vermir. Diqqət edin mənə, mənə diqqət edin. Həyat mücadilələri olmur. Mücadilə qabiliyyətlərini itirirlər yuxarı təbəqə. Yəni, onlara məsələn hər şeylər olur. Yemək, içmək, zərif şeylər, həyatda qalma bacarıqlarını itirirlər. Aşağı da kütləşməyə baş. Yəni, aşağı da zərifliyini itirir. Yəni, incə zəkanı, incə hissiyatı itirir. Amma işləməyi yaxşı bacarır, praktikə yaxşı bacarır.
Fəqət oraya uyğun bunu eləyir. O mühitə uyğun bunu eləyir. Yəni bilirsiniz necə belə mən o kitabın aurasını necə çatdırım sizə. Fəqət bu gücün və zəkaviliyin tam yetkin gücün və zəkanın itdiyi mühitdə yarımçıq zəkavilik və yarımçıq bilirsiniz, yarımçıq insani fəaliyyətlər qalır. Fizikili qalır, belə deyim. Fəqət bu mühitdə zaman makinası, o səyyah, yəni o alim özü həmən o gözəl insan modelini ortaya qoyur. Yəni həm fiziki gücünü qoruyur, həm zəkasını qoruyur. Həyatda qalma bacarığını qoruyur, həm də gücünü qoruyur. Bilirsiniz necə? Elə bil ki, Herbert Wells o gözəl insan tipini, yəni o modelini gələcəyə daşıyır. Bilirsiniz necə? Yəni roman çoxlu tərəflərdən çox möhtəşəm bir əsərdir. Çoxlu tərəflərdən kəşf olunan. Amma kitabdan danışıram. Çoxlu tərəfdən kəşf olunan əsərdir. Yəni o Herbert Wells orada gələcəyə gedən, keçmişə qayıdan, lap gələcəyə gedən bir səyyahda gözəl insan modelini verir. Yəni bütün dövrlər üçün gözəl insan modelini verir, belə deyək. Amma Herbert bunları təzdə verir, ədəbiyyatın içərisində verir, aydın məsələdir. Yəni ziyalı tipini verir, amma gücünü qoruyan, həm fiziki gücünü qoruyan, həm də zəka gücünü qoruyan tipi verir. Yəni romanın bir şeylərindən biri odur ki, məsələn, orada yuxarı təbəqə zəkavi gücü zəifləyir. Zərifliyi o qədər çox olur ki, cismani baxımdan da zəifləyir. Aşağı təbəqədə cismani güc olur, praktik zəka da olur. Amma insaniyyətləri itir. Bilirsiniz necə? Yəni iki tərəfli də yarımçı olurlar və bu aşağı təbəqə yuxarı təbəqəni bəsləyir və onları yeyir. Axırda da onları yeyir. Özü üçün bəsləyir. Yuxarı təbəqə də elə bilir ki, bunlar onları aşağı təbəqə onları həyatda saxlamaq üçün bəsləyir. Yox. Aşağı təbəqə orada Marloklar yerin altında yaşayırlar. Yuxarıdaşlara Eloyları özləri üçün bəsləyirlər. Amma onlara başlarını qatmaq üçün paltar verirlər, nə verirlər, yemək verirlər. Axırda onları yeyirlər də. Belə bir vəhşi mühitə düşür. Eloylar da birinci baxışda ona xoş gəlir. Oynayırlar, atlanır, çiçəklərlə oynayırlar, nə edirlər, yeyirlər, meyvələr yeyirlər. Amma onlarda da hissiyat, dil, qabiliyyəti, yaşamaq, zəkavilik aşağı itir. Çünki həyat mücadilələri olmur. Diqqət edin, ləzzətli romandır. Yəni romanın ideyalarından biri budur. İnsan həyatda acı görməlidir. İnsan həyatda çətinlik görməlidir. İnsan həyatda mücadilə görməlidir. Həddi zatında bunu görməlidir. Ona göstərilən təsirləri görməlidir. Bu, onun güclərini ortaya çıxardan haldır. Bu yaxınlarda bir çempion var idi, idmançı, bodybuilder dostlar. Onun videosuna baxırdım. O elə bil ki, dostu, partnyoru olub, həm də rəqib olublar da səhnədə. Hər ikisi çempion olub. O, deməli, ona mükafat verdilər. O çağırdı, həmən dostunu axtardı. Dedi ki, bu hardadır? Rəqibini. Hardadır, səni görmək istəyirəm. Gördü, ona dedi ki, sən mənim idealımsan, rəqibinə dedi. Sən bütün dövrlərin ən yaxşı bodybuilderisən. Mən əldə etdiyim hər şeyi sənə borcluyam. Sən məni itələmirsən, sən məni tətikləmirsən, sən mənə təsir göstərmirsən və mən məşq eləmişəm ki, səndən rəqabətə girim. Və hər şeyi, çox şeyi əldə eləmişəm. Səndən rəqabətə. Çünki sən olmasaydın bu olmazdı. Mənim güclərim ortaya çıxmazdı. Bunu məsələn örnək kimi verirəm, real həyatdan verirəm. Yəni həyatda mücadilə çox əhəmiyyətli bir şeydir. Mücadilə olmasa, zəka da zəifləyər. Əzab da çox əhəmiyyətli, istirab da çox əhəmiyyətli bir şeydir. O sənin güclərini ortaya çıxartmaq üçündür. Bildiniz necə? Yəni roman bu baxımdan da çox gözəl romandır. Orada elə bil ki, həmin o insani gücün və insani zəkanın məhv olduğu, degradasiyaya uğradığı mühitdə həmən bu zaman maşınının adamı gözəl bir insan kimi ortaya çıxır. Bildiniz, yəni orada o elə bil ki, mücadiləyə başlayır. O Marloklarla mücadiləyə başlayır. Marloklar bunu da yemək istəyirlər. Fəqət gücləri çatmır da buna. Bu elə bil ki, şey tapır, özünə belə orada bir gəzirdə keçmişdən qalıqlar qalır orada. Nə bilim,
nəsnələr, əşyalar, orada özünə bir dənə sopa düzəldir. Deyəsən dəmirdən düzəldir sopa. O Marlokla davaya çıxır da. Və onun maşınını oğruyurlar. Çünki onu tapmağa gedir. Çünki oradan çıxsın, qayıtsın da. Və fiziki gücü də vurğulaması çox əhəmiyyətlidir. Yəni bu bilirsiniz dediyim kimi də, yəni bu qərb mədəniyyətinin, qərb mənəviyyatının keçmişdən bu yana çox əhəmiyyətli üstünlüyüdür. Mən demirəm ki, o bizdə olmuyor. Mən düşünürəm ki, bizdə də ola bilərdi. Bizdə də bunun köklərini tapmaq olar. Klassik ədəbiyyatda da tapmaq olar. Məsələn, Koroğlu dastanında tapa bilərik. Bayağı Dədə Qorqud dastanında, düzdür? Yəni müəyyən fiziki qəhrəmanəliyi qorumaq, fiziki gücü qorumaq, o modelini tapmaq olar. Amma qərb dünyasında isə bu elmi cəhətdən ədəbiyyatın öz içərisində Herbert Westlə də işlənilib. Yeni dövrdə. Alim tipi tərəfindən də işlənilib. Ki, bunun kökü çox keçmişə qədər çıxa bilir də. Yəni orada Herbert Wellsin o qəhrəmanı həm də döyüşçü olur, savaşçı olur. Yəni orada qorxur, bəli, onları çox incə verib də. Bax necə? Məsələn, sən insansansa o mühitdə qorxu duyacaqsan, amma qorxunun öhdəsindən gəlməlisən. Yəni orada belə bayağı bir super qəhrəman yaratmayıb. Bildiniz necə? Yəni bu ali ədəbiyyat olaraq, həqiqi sənət əsəri olaraq bayağı super qəhrəman yaratmayıb. Çəkinən, qorxan, hürkən, amma o qorxusuna üstün gələn, cəsur, yəni döyüşə bilən, döyüşə atılan, həyatını riskə ata bilən tip yaradıb. O Marlokla dava eləyir, döyüşür, yanğın çıxır orada, bilirsiniz. Yəni o düşünür ki, məsələn, biz belə düşünürük, gələcək çox gözəl ola bilər. Amma Herbert Wellsin o gələcək modelində göstərir ki, həyatın mahiyyəti həmişə eyni şeydir. Burada həmişə yanğın çıxa bilər, burada həmişə düşmənlərlə müzəyirə bilərsən, burada həmişə istəmədiyin şeylər var. Burada həmişə istirab var. Və yeri gəlsə, bəlkə də bunlar sənin üçün əhəmiyyətlidir ki, sən zəkaviliyi qoruyasan. Sən Morlokların yeməyə olmayasan, qidası olmayasan. Orada yəni ki, o üstəlik o şeyin timsalında, o zaman makinəsinin, o səyyahının, həmən o adamın timsalında nəyə göstərir həm də? O əslində göstərir ki, insan nədir? Həm də gözəl insan nədir? Həm də bunu göstərir. Gözəl insan hansı təbəqəyə xasdır? Heç bir təbəqəyə xas deyil. Heç bir təbəqədən yuxarı təbəqədən də aşağı təbəqədəndir. O özü ayrıca bir artıq şəxsiyyətdir, onu göstərir. Məsələn, orada o kim olur? Həmən Samazaya, Eloylardan olur, Marloklardan olur, heç birindən olmur. Eloyların da o çatışmayan tərəflərini görür, Marlokların da çatışmayan tərəflərini görür. O Eloyları da onlar arasındakı qaranlığı da görür. O Eloylardakı da qaranlığı görür. Marloklardakı da qaranlığı görür. Nəyə görə? Çünki o artıq özü gözəl insandır, vəssalam. Yəni o nə yuxarı təbəqədir, nə aşağı təbəqədir. Nə bu dəstədir, nə o dəstədir. Nə o artıq sadəcə gözəl insanın mücadeləsini verir. Bildiniz necə? Yəni Herbert Wellsin burada. Gözəl insanın o dünyadakı mücadeləsini verir. O hansısa bir dəstənin, təbəqənin mücadeləsini verməyib. Hansısa bir Marksvari dünya modeli verməyib sənə. O hansısa bir sosiolojivari dünya modeli sənə verməyib. O qavramlardan çıxış edən dünya modeli sənə vermir. Şəxsiyyətin mücadeləsini verir. Yəni belə bir dünyada şəxsiyyətin mücadeləsini verir. Onun insanın baxışını verir. Bildiniz necə? Orada məsələn Eloylar da insanlıqlarını hansı dərəcədə itirirlər. İnsanlıqlarını itirirlər. Yəni düşüncə qabiliyyəti məsələn onlarda olmur. Mühakimə qabiliyyəti onlarda olmur. Eloylarda olmur. Onlarda məsələn mücadilə aparma qabiliyyəti olmur. Çox asanlıqla Marlokların qidası olurlar. Marloklarda da mühakimə qabiliyyəti olmur. Marloklar ancaq işləməyi bacarırlar. Yəni bir dənə praktik işi bilirlər sadəcə. Mexaniki işləri bilirlər. Onlarda da məsələn insaniyyət olmur, insaniyyət itir. Eloylarda heç olmasa insaniyyətin izləri qalır. Marloklarda insaniyyət olmur. Yəni tamamilə vəhşi tip olurlar. Bildiniz necə? Yəni o bütün bu mühitdə, bütün bu yarımçılıq mühitində zaman makinəsinin o səyyahı, o alim, ziyalı tipi insan modelini, gözəl insan modelini ortaya qoyur. Fəqət bununla birlikdə dediyim kimi bayağı bir super qəhrəman olmur. Qorxusu olur, hürküsü olur, əzabı olur, istirabı olur, acılığı olur, aclıq çəkir. Yəni insan nə qədər belə bir dünyada insan olarsa, o dərəcədə insan olur. Bilirsiniz necə? Belə bir dünyada nə qədər insan olarsa, yəni belə bir dünyada necə yaxşı, gözəl insan olmaq olarsa, o dərəcədə insanlığını qoruya bilir. Sonra məsələn orada elə bir ki o belə qaranlıq bir dünya, qaranlıqlar əvvəl sənə işıqlı görünür, amma çoxlu qaranlıqlar olan bir dünya modeli çizirdi orada. Sonra orada o elə bil ki
Marloklarla döyüşə başlayır da, savaşmaya başlayır. Yanğın çıxır məşədə zat. Orada bir dənə fəqət qız olur. Eloyların içərisində. Yəni yuxarı təbəqədə bir dənə qız olur, Vena. Vena da adı deyəsən. Başqa cür tapmaq olar onun adını. Başqa cür demək olar. Başqa doğru tələffüz edirəm. Vena buna aşiq olur. Yəni bu alimə aşiq olur da. Hə, bu Vena'nın da aşiqliyi də o bizə necə olur? Yəni özünə xas olur. Yəni o təbəqəyə uyğun olur. Belə zərif, uşaq sayağı, belə bilirsiniz necə çox belə çox fərqinə varmadığı halda olur o sevgisi, hə? Bu orada belə bir sevgi yaşayır. Bu zaman sayağı da onunla bəlli bir sevgi yaşayır. Və məsələn orada elə bir ki Vena'nı götürür ki, istəyir ki Vena'nı özü ilə bir də aparsın da, təzədən qaytar, gəlsin bura. Yəni aşiq olur qıza, qız istəyir ki qız ondan qalsın. Qayıtsın da zaman oradan gələcəkdən ki, gəlsin bundan birlikdə və çıxır ki maşını axtarsın. Yəni və Marloklar gecə olan kimi Marloklar təzədən bunlara hücum edirlər. Təzədən buna hücum eləmək istəyirlər. Dava çıxır, savaş çıxır. O məsələn orada bir yer var. O Vena'nın belə şeydən xəbər olmur. O məsələ oldu da. Yəni o çox incə detallar var da. O yuxarı təbəqə bilir ki, kimsə var, onları yeyir. Bunu bilsin necə duyurlar, belə çox küt şəkildə bunu hiss eləyirlər. Yəni o qədər onlarda yuxarı təbəqədə də insanlıq elə itir ki, onlarda o qədər belə həddən ziyadə zərifləşmə gedir ki, çünki mücadilə qabiliyyətləri itirər, yəni mücadilə artıq aparmırlar həyatda. O qədər itir ki onlarda küt bir duyğu qalır, duyğulanma qalır və yaxud yersiz zərif duyğulanma qalır. Bilirsiniz, yəni yersiz zərif, yəni effektsiz zəriflik qalır, effektsiz zəriflik. O effektsiz zəriflikdə onlar Marlokların onları yediyindən hələm-hələm tuta bilmirlər söhbəti. Sadəcə qorxu, müəyyən qədər qorxu duyurlar. Məsələn, axşam düşən kimi qorxu duymaya başlayırlar. Bilirsiniz, yəni onlar məsələn danışa bilmirlər. Normal şəkildə danışa bilmirlər. Normal şəkildə özlərini modelləyə bilmirlər. Çünki zəka o qədər rahat ömür sürürlər ki, zəkaları itir, düşür aşağı. Yuxarı təbəqənin. Aşağı təbəqədə də zəka, insanı zəka itir, insanı duyğu itir, qayğıkeşlik itir, mərhəmət itir, küt, praktik bir zəka qalır və vəhşilik qalır, özlərinə məxsus vəhşilik. Yəni, məsələn, onlar o şeyə toxunurlar, biri var ki, sən vəhşi olasan, incə şeylər verib də, biri var sən vəhşi olasan, məsələn, biri vəhşidir, vəhşi sənə tutur burağı, tutalım ki, dişləyir, qopardı sən əlini, sənə güc gəlir, sənə çırpır. Bu deyək ki, güclü vəhşilikdir. Fəqət o aşağı Marloklarda da elə zəifləşmə, qısırlaşma, degradasiya gedir ki, onlar ona güc gəlmək istəyirlər, belə-belə vururlar, belə-belə. Yəni, yarımçılığı çox əla verib də, o aşağı təbəqəndə, yuxarı təbəqəndə, gələcəkdə, çox uzaq gələcəkdə. Onlar elə bil ki, bu zaman sayağına toxunma istəyəndə ona belə-belə toxunurlar, belə-belə. Belə bir cür belə yumşaq əlləri olur, belə, bildiniz necə? Çox incə şeylər verib də, yəni, biri var ki, vəhşi adam olar, güclü adam olar, sənə yapışa belə. Sən onun gücünü hiss eləyəsən. Yox, bunlarda o itir, bildiniz necə? Çünki yuxarı təbəqədə zərifləşmə gedir axı, degradasiya gedir. Onlar da, bu da ona uyğunlaşır. Aşağı təbəqədə ona uyğunlaşır. Bu da öz gücünü itirir. Gücü elə bir ki, yuxarı təbəqəyə uyğun olur. Bildiniz nə demək istəyirəm? Yəni, orada çoxlu tərəflərdən şərhlana bilər də. Yəni, məsələn üçün, sənin, o, Herbert West bunu göstərir ki, sənin, tanım ki, zəkavı artırmağın, hissiyatını artırmağın, insanivi artırmağın o demək deyil ki, sən fiziki cəhətdən zəif olmalısan. Yox. Bildiniz nə demək istəyirəm? Yəni, sən həyatda mücadiləni qorumaq üçün fiziki cəhətdən də gücünü qorumalısan. Yəni, insan olmaq üçün fiziki cəhətdən də gücün olmalıdır. Yəni, bu çox gözəl modeldir. Məsələn üçün, biz deyirik, qəlb niyə çox cəhətlərdən güclüdür? Çünki onun belə modelləri var. Başa düşürsünüz necə? Yəni, Herbert West kimi adamları var. Onlar modellər qoyurlar. Bunların hamısının, kitabların hamısının belə içəriyə, insanlığa, cəmiyyətlərə belə təsirləri olur, dolayı yollarla. Bildiniz necə? Yəni, o, bəli, sən gücünü həmişə qorumalısan. Gücünü, fiziki, cismani, texnoloji gücünü, silah gücünü qorumalısan. Yəni, insanpərvərliyi artıra bilərsən, qayğıkeşliyi artıra bilərsən, amma sən həmişə dünyanın o sərt üzünə qarşı hazırlıqlı olmalısan. Bildiniz necə? Ona görə o elə ki, orada o qırılğan, kövrək bir ziyalı tipini ortaya qoymur.
qayğıkeşliyi olur, sevgisi olur. Məsələn, o qızı sevir orada. Onu özünə aparmaq istəyir, qoruyur. Gücü çatdığı qədər qoruyur, amma qoruya bilmir sona qədər. Onu da verib, dəhşətdir də. Onu da verib ki, qız əslində Marloklar tərəfindən məhv edilir də. Yəni insanlığını itirmiş vəhşilər tərəfindən məhv edilir. Yarı vəhşilər belə deyək, yarı vəhşilər var, effektsiz vəhşilər tərəfindən məhv edilir. Heyf ki, məsələn, o Herbert Wellsin o realizmi də, kitabın içindəki realizm, yəni ki, ay mən qızı xilas elədim, özümdən apardım məsələsi deyil də, o qız da zərifliyindən də qoruya bilmir, qızı axıra qədər qoruya bilmir. Gözləmədiyi bir mühitə düşürdü. O belə düşünür ki, gələcək çox yaxşı ola bilər. Yəqin çox gözəl bir gələcəkdir. Yox, belə düşünürdü. O gələcəyin də qaranlıq tərəfləri olan bir gələcək olduğunu, bəlkə də öz yaşadığı dövrdən belə daha pis olduğunu nəticəsinə varır. Bilirsiniz necə? Yəni məsələn biz belə düşünürük. Bəşəriyyət yaxşıdan pisə doğru gedir. Amma Herbert Wellsvari bu romanın içərisindəki dünyada isə belə deyil. Belə olmur. Ziqzaqlıdır. Yəni elə dövrlər ola bilər ki, çox pis degradasiya ola bilər. Çox pis degradasiya olur. Fiziki cəhətdən də, mənəvi cəhətdən də, intellektual cəhətdən də. Gələcək çox pis də ola bilər. Bilirsiniz, onu göstərir o. Elə dövrlər ola bilər ki, bir dövrlər çox gözəl ola bilər, gələcək pis ola bilər. Amma ondan sonraki mühit daha gözəl ola bilər. Daha ciddi, daha güclü, daha bəhrəli, daha ali ola bilər. O ziqzaqlığın, bəlkə elə bir ki, mədəniyyətin ziqzaqlığını göstərir. Yəni sənə daha çox uzaq gələcəyin, bəlkə də çox pis ola biləcəyini göstərir. Əgər orada onu deyir də, o insani güc və insani zəkanın itirildiyi mühitdən danışır orada. İnsani güc. Ona görə və o mühitdə dediyim kimi o ziyalı tipində səyyah, ədəbiyyatçı, yazar, alim tipinin modelində onu göstərir ki, orada insanı göstərir. Həddi zatında mücadilə aparan, həddi zatında gücünü qoruyan, zəka və mühakimə, zəka, fiziki, cismani gücünü qoruyan insan modelini ortaya qoyur. Hələ sonra yenə də gələcəyə gedir. Yəni yenə də oradan da gələcəyə gedir. Belə oyunlar olurdu, o da lap uzaq gələcəyə gedir. Orada ümumiyyətlə görür ki, sadəcə bizi necə qalıblar, sadəcə bir çox canlılar qalıblar. Nə iri qısqaclı xərçənglər qalıblar, biri özünün üstünə yağmaya başlayır. Yəni çox çirkin, ikrah doğurucu canlılar qalıblar. Məsələn, biz deyirik ki, heyvanlar çox gözəldirlər. Bu məsələn çox tələsik sözdür. Bəli, gözəl heyvanlar var, amma heç də hər heyvan gözəl deyil. Bilirsiniz? Orada çox səmimiyyətlə verib də. Məsələn, o çox uzaq gələcəyə gedir, çirkin heyvanlar görür. İrəndiyi, ikrah duyduğu heyvanlar görür. Heyvanlar görür orada. Üstünə gəlirlər, təzədən qayıdır. Yəni orada artıq insanlar olmur. Onu verir. Yəni orada insan nəsli yoxdur orada. Məhv eləyib insan nəsli öz-özünü. Onu verir. Və gör nə qalır ki, ortada nə qalır? Heç nə. Heyvanlar buradan ora gedirlər, oradan ora gedirlər. Yəni təxəyyülü ilə çox uzağa gedir, qayıdır, buradan ora gedir, buradan ora gedir. Dünyaya dair modelləri sənə verir ki, necə ola bilər gələcək, necə ola bilər. Amma orada çox gözəl bir məqam var, dostlar, onu da vurğulayım. Orada Venanı, elə bil ki, bu bilirsiniz necə bir şeydir, bu çox gözəl bir motivdir bu ədəbiyyatın içərisində də. Orada elə bil ki, o necə bir dünyaya düşürdü, qaranlıq tərəfləri olan bir dünyaya düşür də, həmən o alim tipi. Yəni onun yeri gəlsə öz yaşadığı çağdan belə daha pis bir dünyaya düşür. Yaxşı tərəfləri olan, amma əsas etibarla kökündə pis olan bir dünyaya düşür. Orada o qızı sevir də, Venanı sevir, Vena da bunu sevir. Yəni buna da aşiqliyə bənzər bir şey duyur həmən qız. Orada o nəyə göstərir? O qız elə bil ki, o ağır dünyada, o mücadilə, qaranlığı olan dünyada, o tənha dünyada, o alimin tənhalığını verib də, dünyada o qız onun üçün təsəlli olur, sevinc alır, sevginin dəyərini göstərir də orada. Sevginin gözəlliyini göstərir. Yəni ki, sənə bütün o qaranlıq dünyada nə sənin üçün gözəl ola bilər? Sevgi gözəl ola bilər də. Sevgi gözəl ola bilər. Əsas etibarla sevgi gözəl ola bilər. Və orada həmən o sevgini çatdıra bilib də, hansı dərəcədə çatdıra bilib də, bayaqlığa yuvarlanmadan, ona o incə nüanslarla səni çatdıra bilib ki, orada Vena onun üçün gözəllik olur da, gözəllik, sevgisi. Onun üçün mücadiləsinə güc verən yeri gələndə o qız onun üçün belə olur. Və orada onlar gülləri sevirlər, o yuxarı təbəqə, güllərlə çox oynamağı sevirlər.
da şirin olurlar, sevimli olurlar. Çünki yaxşı həyat sürməyin nəticəsində gəlib bu vəziyyətə çıxırlar da, amma ki zəkalı biliklərini itirirlər. Bilirsiniz necə? Yəni mücadilə qabiliyyətlərini itirdikləri üçün, həyatda qalmaq üçün mücadilə qabiliyyətlərini itirdikləri üçün gözəl həyat sürsələr də sonda bu onların mənfi ilə nəticələnəsi hala yatırıb çıxardır. Çünki mücadilə, mühakimə qabiliyyətləri itir. Həyatı qavrama, hiss etmə, acını duyma, təhlükəni duyma qabiliyyətləri itir. Ona görə morloqların çox asanlıqla heyvan yeməyinə çevrilirlər. Morloqları bəsləyirlər özləri üçün, bildiniz necə? Ona görə də belə bir dünyada amma gözəl tərəfləri olur ki, meyvələri yeyirlər, güllərlə oynayırlar, rəqs eləyirlər. bu haldakı qəşəng tərəfləri olur. Ona görə o bir yerə olur, elə bil ki Vena ilə gəzir də, o gedir də, Vena ilə elə bil ki mücadilə aparır, Venanı da özü ilə bir aparır, qızı da özü ilə bir yerdə aparır. Orada bir yer var ki, qız bu elə bil ki insandır axı. Səyyah, incə nüanslar var da, insandır orada. Kamil, yəni kamil bir, gözəl bir insandır. Ona görə o bilir ki, burada morloqlar var. Yəni o duyğusunu itirməyib. Təhlükə, vəhşiliyi görmə, vəhşilikdən özünü qoruma, vəhşiliyə üstün gəlmə, vəhşiliyi məhv etmə, qabiliyyətini itirməyib o səyyah. Vena isə itirib. Ona görə o ilə yolda gedir silahı ilə bir yerdə. Hisses eləyə, qıraq-bucağa baxa-baxa gedir. Venası özü üçün oynayır. O qabiliyyəti itirib axı. Oynayır, güllər gətirir. Gülləri bunun cibinə doldurur. Gülləri götürür, bunun cibinə doldurur da. Bu sevgilisinin də, bu kişinin, oğlanın, alimin cibinə doldurur da. Ora qaçır, bura qaçır. Bu da Venanı qoruya-qoruya gedir də. O isə öz aləmində də xəbər, o qorxu duyğusu itdiyi üçün yetərincə dünyadakı təhlükəni görmə duyğusu Venada. O ancaq oynamağı bilir. Atdan o tərəfə düşür, bu tərəfə gedir, o tərəfə gedir. Bunun cibini doldurur güllərlə. Sonra amma Venanı itirir də orada. Sonradan Vena məhv olur da. Morloqlar elə bil o qızı məhv edirlər. Amma bu bir yoldan qayıda bilir də. Qayıdandan sonra cibindən gül qalır. Bilirsiniz necə? Ona elə qəşəng bir romantik bitirib də. O Herbert Westphal çox belə insani romantika ilə bitirib ki, yəni o gül elə bir ki simvola çevrilir. Yəni bütün bu çox qaranlıq yeri gəlsə dünyada, çox belə vəhşi dünyada insanlığın, insani zəkanın, insani hissiyatın, insani gücün itdiyi dünyada oradan gül gətirir. O gül nə olur? Sevginin gücü olur. Yəni ki, sən belə bir dünyada həm də nə ilə mücadilə apara bilərsən? Belə bir dünyada nə ilə təsəlli tapa bilərsən? Belə bir dünyada nə ilə ayaqda dura bilərsən? Nə ilə ayaqda dura bilərsən? Belə bir dünyada nə üçün yeri gəlsə nəyin xətrinə yaşaya bilərsən? Sevginin xətrinə yaşaya bilərsən. O elə bir gülü orada bunu simvolizə eləyir. Gələcəkdə, o qaranlıq gələcəkdən özü ilə bir yerdə gətirdiyi şey gül olur, çiçək olur. Amma onun sonraki məsələsi var ki, sonra o həmən zaman səyyahı gedir. Yenə gedir harasa və bir daha qayıtmır. Acayip şey oldu. Romanın sonu belə bitir, acayip şəkildə bitirdi. Yəni, görəsən hala getdi o zaman səyyahı. Harda itdi, məhv mi elədilər onu, öldürdülər mi onu? Harada mücadilə apardılar, məhv oldu, gözəl insan. Roman belə bitir dostlar. Çünki Herbert Westphal realizm içində bitir. Yəni, happy endinglə yox. Çünki, məsələn üçün, yəni, yazıcı vicdanı deyilən bir şey var da, yazıcı ləyaqəti deyilən bir şey var. Yəni, orada Herbert Westphal, məsələn, ehtimallardan birini belə qurur da, realistik qurur. Məsələn, nə çox gözəl insan dünyada məhv edilir, elə deyilmi? Düzdür? Nə çox gözəl, kamil insanlar dünyada məhv edilirlər. Qəsdi şəkildə, keçmişdən bu yana, elə deyilmi? O, onun elə bil ki, modelini müəyyən tərzdə verir. Yəni, zaman səyyahı da hardasa məhv olur, gedir. Mücadilə aparır, sona qədər mücadilə aparır, amma sonrasında məhv olub gedir. Və ondan geriyə qalan nə olur? Orada dostu deyir, da onu deyəsən, bax. 3 il olaraq 3 gedir və 3 il ortadan qeyb olur da. 3 il ortadan qeyb olur. Və sonra orada deyəsən bir oğlan olur, qəzetçi olur deyəsən. Deyəsən qəzetçi olur deyəsən.
naşir mi olur, qəzetçi mi olur deyəsən, o harda söhbət edir ki, yəni ondan deyər, bax, çox gözəl bitirib sonra oxuyum. O bir söhbət edir, axırda ki, zaman səyyahı getdi, bir dəfə də getdi, amma daha qayıtmadı, 3 ildir ki, qayıtmayıb. Görəsən, harda getdi, harda məhv oldu, harda yox oldu, nə üçün yox oldu, səbəbi nə oldu, onu bilmir də. Ya keçmişə mi gedir, gələcəyə mi gedir, hara mı gedir. Və o, öyle bil ki, o danışır ki, onu indi mən düşünürəm və ondan geriyə qalan bir gül qalıb. Bax, deyir ki, şimdi yanımda artıq kırışmış, kararmış, yassılmış və kurumuş olsalar da beni avutan, akıl və güc yitib gittiği zaman belə dəğərbillik və qarşılıqlı sevəcənliyin insanoğlunun ürəyində yaşamağı sürdürdüyünə tanıqlıq edən iki tuhaf bəyaz çiçək var. Necə? Yəni, o zaman səyyahı gələcəyə gedir. Orada o qaranlıq dünyanı görür, o vəhşilik dünyasını görür, düzdür? Aşağı təbəqənin, yuxarı təbəqənin yediyi dünyanı görür. Orada insanlığın itdiyi dünyanı görür. Yarımçıq, küt, məzmunsuz duyğuların cövlan etdiyi, primitiv duyğuların cövlan etdiyi bir dünyanı görür. İnsanlığın, kamilliyin, kamalın, insani gücün, gözəlliyin itdiyi dünyanı görür. Bunların çox sonuq kölgələrinin dominantlıq etdiyi bir dünyanı görür. Amma yenə orada belə sevir də. Orada da belə aşiq olur. Orada belə ona aşiq olan bir qızcığaz olur. Amma düzdür, qız da ölür orada. Qız ölür. Fəqət qızın o zaman səyyahının cibinə qoyduğu güllər qalır. O güllər nə idi? Yəni gücün, insani gücün və insani zəkanın itdiyi dünyada belə bütün bunlardan çıxmağın, bütün bu qaranlıqdan çıxmağın ilkin şərti sevgidir. Onun təsdiqləməsini qoyur. Amma əlbəttə ki, dostlar, bu danışdığım şey dünya ilə, bizim bu real dünya ilə çox bağlılığı yoxdur. Çünki bizim bu real dünyamızda sevgi çox nadirən rast gələn şeylərdən biridir. Bəlkə belə heybətvari dünyaya bənzər olaraq, bu modelə bənzər olaraq. Əlbəttə, mən burada bizim real dünyamızdan danışmıram. Amma kitabın içindəki o real dünyada bunun o simvolunun verilməsini çox gözəl hesab edirəm. Və kitab bu şəkildə bitir. Kimsə deyirlər ki, Rüstəm, bu niyə belə happy, şadlıqla bitmir də? Yəqin ki, o çox filmlərə çox baxıb. Happy endinglə baxan filmlərə, bitən filmlərə çox baxıb deyə belə düşünür. Roman, dostlar, bu roman da hekayətdir, ədəbiyyatdır, amma bu ali ədəbiyyatdır və əsas etibarilə realist olmağı hədəfləyir. Ona görə də o realizm çərçivəsində insanlıq ləyaqətinə uyğun olaraq, yazıcı ləyaqətinə uyğun olaraq Herbert West bunu çox vicdanla qeyd edib. Yəni, həyatın mənfi tərəflərini vicdanla göstərir. Belə dostlar, hələlik özünüzdən müğayət olun. Günləriniz xoş getsin. Nəsə bu günləri Herbert West haqqında danışmaq istədim və bunu çox əhəmiyyətli sayıram, çox cəhətlərdən. Fəqət Herbert Westin yaradıcılığı çox genişdir. Hətta mən deyərdim ki, bütöv bir mənəvi fəaliyyət ərsəyə gətirib Herbert West. Geniş, hər tərəfdən, bilgi tərəfdən də, fəlsəfi cəhətdən də, tarixi cəhətdən də, bədi cəhətdən də belə böyük dəyərlər daşıyan özündə bir aləm ərsəyə gətirib. Ona görə o hələ çox uzun əsrlər boyunca zənn edirəm özünə uyğun olan intellektuallar, aydınlar, ədəbiyyatçılar, alimlər tərəfindən hələ çox öyrəniləcək bir yaradıcıdır və Borges çox gözəl, hətta Borgesin mən belə bir fikrini oxumuşdum, o deyərdi ki, mənim ilk oxuduğum kitablardan olub Herbert West və yəqin ki, son oxuduğum kitablardan olacaq.
buna bənzər hissi mən də hiss eləmişəm. Mənə belə gəlir ki, əgər ömrümün sonları olarsa, ömrümün sonlarına yaxın, əgər özümdə olaramsa, məncə də mənim ən çox sevdiyim, sevə-sevə oxuduğum yazıçılardan biri Herbert Hess olacaq. Məncə də dostlar. Və başqa tərəfdən onun insanlığın zehninin, mənəviyyatının xəzinəsi olaraq qalmasına da çox layiqli bir yazıcı dostlar. Və qərblilər, qərb dünyası, qərb mədəniyyəti belə bir ustad yetişdirməklə hələ başqa tərəflərin qırağa qoyuram, tam haqqla fəxr duya bilər. Və İngiltərə özü də, İngilis dünyası özü də bununla çox dərindən belə qürur duya bilər ki, o belə bir şəxsiyyət dünya elminə və ədəbiyyatına bəxş edib. Hələlik dostlar, özünüzdən müğayət olun. Günləriniz xoş geçsin. Bu dünya, Herbert Hess dünyasından çıxırıq. Hələlik.